İnsanları Toylar Kralının qalibi kimi gördük və maşallah bu o deməkdir ki, öz səsləri, öz sənətləri, öz peşəkarlıqlarından xəbər verir və hər birimizin dəyərliləridir, sevimliləridir və ən əsası incəsənət sahəsində olsalar da mən hər zaman biz ötən efirlərdə də müzakirə etmişik ki, insan nə qədər peşəkar olarsa, insan nə qədər öz sənətini layiqincəsinə icra edərsə, o qədər ölkəmiz üçün yadda qalan olar və xalq tərəfindən sevilən olarlar və bizim əzizimiz, dəyərlilərimiz, qonaqlarımız İlkin və Elnur Tallıbov qardaşları bizimlə bərabərdirlər. Xoş gəlib, səfalar gətiriblər. Elə dəvət etmək istəyirəm. Buyursunlar. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Salam. Maşallah. Dəstə geyinmişsiniz. Par parıldayırsınız. Çox da yaraşırsınız maşallah. Axşamınız xeyir olsun. Xoş gəlmişsiniz. Salam deyirik. Çox sağ olun ki, bu gözəl verilişinizə bizi dəvət etmişsiniz. Bu arada verilişiniz də xeyirli uğurlu olsun inşallah. Qonaqlarınız daima bol olsun. Nə deyək valla, inşallah gözəl bir veriliş olar. Fərid qardaşımız da burada gördük, çox sevindik. Siz qalib oldunuz. Maşallah, xalq sizi sevdi və daha da həvəslə irəlilədiniz. Az sonra davam edəcək müzakirələrimiz olacaq, amma istəyirəm ki, tamaşaçılar yəqin ki, sizin ifalarınız üçün darıxıb da gəlsin sizdən də gözəl ifalarımız. Dostlarım evləndirər, məni qoyub getdilər. Dostlarım evləndirər, məni qoyub getdilər. Dostlarım evləndirər, məni qoyub getdilər. İndi subay qalmışam, kim məni evləndirər? Dostlarım evləndirər, məni qoyub getdilər. İndi subay qalmışam, kim məni evləndirər? Benim yarım hardadır, köyde güneş parladı, qəlb yerindən oynadı, hamının yarı gəldi, benim yarım hardadır. Dostlarım evləndirər, məni qoyub getdilər, indi subay qalmışam, kim məni evləndirər? Dostlarım evləndirər, məni qoyub getdilər, indi subay qalmışam, kim məni evləndirər? Dostlarım evləndirər, məni qoyub getdilər. İndi subay qalmışam, kim məni evləndirər? Dostlarım evləndirər, məni qoyub getdilər. İndi subay qalmışam, kim məni evləndirər? Dostlarım evləndirər, məni qoyub getdilər. İndi subay qalmışam, kim məni evləndirər? Dostlarım evləndirər, məni qoyub getdilər. İndi subay qalmışam, kim məni evləndirər? Bəli, atasının anası. Çox gözəl cavab. Ne güzel ifadə.
olsun. Nə gözəl gecə-gecə pozitiv enerji bəxş elədik tamaşaçılarımıza. Maşallah, möhtəşəm. Mən əslində ilk dəfədir sizə yəni tanıyıram. Yəni səmimi etiraf eləmək lazımdır. Ona görə mənə çox maraqlıdır. İndi sizinlə həm söhbət olacaq, amma gəlin əyləşək. Necədir studiyamız? Bəyəndiniz? Mənim sağdışım, solduşum olun da, evləndirir. Hə, sağdış, solduş. Necəsiz? Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Salamlayıram hər birinizi. Dəyərli